O ərazi və ərazidə xilas olmuş Nuh ailəsi və o insanların xilasına da bir səbəb olmalı idi. Ərazinin bəzi sahələrində torpaq altından şölələnən od, dağda görünən od, işıq o əraziyə kainat bəxşi və kainat baxışı idi. Ərazi və o dövr insanların nə üçün xilas olunduğu işıqla, isti ilə o ərazinin bir diqqətdə olduğu kimi xarakterizə oluna bilərdi. Bəxş olunan o işıq, o parlaqlıq, o alov, onun əlaməti idi ki, dünya tufanından sonraki olan bütün mərhələlərə, həyata, yaşayışa, başlanğıc, törədici işıq əlaməti kimi bəyanlaşsın. Zər işığın pay hissəsidir. O zərrə çox parlaq, çox tərəfli, hərəkət trayektoriyalarında dayanmayan, biri-birinə dəyməyən, toxunmayan, kütləsi olub çəkisi olmayan, vaxta zamana sığmayan, kainat boyu hərəkətdə olan, bütün kütlə və varlıqlardan maneəsiz və çox sürətlə keçən və bütün varlıqların törəməsinə aparıcı işığın pay hissə zərrə halıdır. O insanlar sevinclə, inamla dağa tərəf gedərək, o dağın ətəyində görünən torpaq altından şölələnən oda maraqla baxırdılar. Maraq və zəruriyyətdən o odu özlərinə tərəf, gəmiqayaya tərəf, hələlik dağlara, daşlara, qayalara sığınmışdılar. Aparmaq haqda düşünməyə başladılar. Məsləhətləşmələrdən, müxtəlif düşüncələrdən sonra belə bir qənaətə gəldilər ki, dağ ətəyindən o odu, atəşi biri-birindən aralı, tonqallar yandırmaqla aparmaq mümkün olar. Ağrı dağdan gəmiqayaya tərəf ilk tonqallar biri-birindən aralı çatıldı, qalandı. Bir tonqaldan o biri tonqala oddan od daşındı, alışdırıldı. O tonqalların sönməməsi və nəzarət edilməsi üçün isə ilk kahinlər seçildi. Onlar odun, tonqalların sönməməsinə xidmət edirdilər. Bununla odun, alovun, yalovun, halovun tonqallar qalamaqla od məsafələrini qısaldaraq ilk od, tonqal gəmiqayaya tərəf istiqamətləndi. Daha gecələrin müddətləri şən, maraqlı olmağa başladı. Gecələr odun, alovun, tonqalların çox uzaqdan ilk od mənbəyinin Ağrı-Dağ istiqamətini göstərməsi də həyata böyük inam və ümid verirdi. O tonqallar artaraq, uzanaraq gəmiqayaya, Ağrı-Dağ ətəklərindən Azərbaycanın bütün ərazilərinə tərəf böyüdü, uzandı, artdı. Ona görə ki, tonqalların işığı Qaf dağı tərəfdən başlayaraq böyük sahəni, ərazini gecə-gündüz işıqlandırırdı. Bu ərəfədən başlayaraq bütün baş vermiş o hadisələri, o dövrü, ərazinin adını, Tanrı işığı, yazın başlanğıc anının Qoç bürcündən Buğa bürcünə keçən ərəfədə baş verdiyini, Zərvan ərazisində, sonralar Zurban, onun əksi yazısı Novruz, çaxmaq daşları vasitəsilə bütün daş, dağ, qayalara döyülərək o tarixi hadisəni gələcək törəməyə bildirmək üçün işarələrlə döyüb yazdılar və tarixləşdirdilər. O ilk daşüstü, qayaüstü yazılar, təsvirlər pərakəndə yox, ardıcıl daş üzərində kitabələr idi. Çünki əl altında olan ancaq daş var idi. Bu yer üzünə ilk salnamə yazısı oldu və min illərlə yazılacaq bütün salnamələrə bir başlanğıc oldu. İstər-istəməz çox maraqlı suallar çıxır ortaya. O suallardan biri çox maraq doğuran, çox düşündürücü bir məqam da ondadır ki, o dövr kəsici, yonucu, deşici metal alətlər olmadığı halda, o dövr insanlar əl-ayaq dırnaqlarını necə qıssaldırdılar? Əgər əl-ayaq dırnaqları qıssaldırmasaydı, nəinki yemək, heç əllə də bir şeydən tutmaq, yapışmaq da mümkünsüz olardı. O dövr o insanlar sərinlər düşəndə su içərisindən yığdıqları qəmişləri daş altında döyərək, pardaqlayıb, onların köməyi ilə, məişətdə və onların vasitəsilə bir çox işlərini yerinə yetirirdilər. Suda, su hövzələrində üzmək üçün də qəmişdən düzəldilmiş qayıqlardan da istifadə edirdilər. Sonralar gəmiqaya ilə uzaqda görünən Ağrı-Dağ arasındakı düzəngaha ərənlər düzəngahı adlandırırdılar. Çox sonralar ə düşərək a kimi tələffüz edilərək arlar kimi ərazinin düzəngahın sahibləri adlanıblar.
Bir çox alfabetlərdə ə hərfi olmadığından ərlər sözü A hərfi ilə tələffüz olunub, arılar kimi deyilib. Amma köklü ad daşıyıcısı ur, sonra əlavə olunan isə ər, dur sözü həm ərazi, həm ərazidəki sahiblər, həm də onun xarakteri göstəricisi adı idi. Bunların cəmi olaraq bir ad daşıyıcısı ur, ər, dur deyə adlandırdılar. Amma o tonqallar yanarkən onun qırmızı, yandırıcı və ağrılı olduğunu bilərək o dağa, o oda ağrılı, pis mənada yox, bu ərazi və bu işıqlara daha doğrusu toxunulmaz olan bədfikirli olsan, ağrısını çəkərsən deyərək onu müqəddəs hesab etdilər. Onunla yanaşı daha ərazinin də Tanrı baxışında, Tanrı nəzərində olduğu qənaətinə gəldilər. Amma bir həqiqət də ondadır ki, sonraki tarixi mərhələlərdə Azərbaycan və xüsusilə Naxçıvan ərazisinə hərbi yürüşlər edən bütün sərkərdələrin son yürüşü və bu yürüşlərdən süqut mərhələləri başlayıb. Xronoloji olaraq tarixləri izləsək, burada təksib olunmaz həqiqətlər aşkar olunacaq. Sərkərdələrin başqa ərazilərə nəzərdə tutduğu yürüşlərin uğursuz aqibəti Azərbaycandan, Naxçıvandan başlayıb. Naxçıvana yürüşlərindən də elə süqutlara başlayıb. İşıq sahibinə sahib olmaq olmaz. Çünki bu ərazinin Azərbaycanın işıq sahibi var.